TikTokda sevgilisi ilə açıq-saçıq görüntülərini paylaşıb və cəzalandırılıb. Belə bir xəbər var. TikTok sosial şəbəkəsində əvvəllər münasibətdə olduğu şəxslə intim görüntülərini yayan 1997-ci il təvəllüdlü Məmmədov, yəni bu soyad şərtidir, inzibati məsuliyyətə cəlb edilib. Abşeron rayon polis idarəsinin əməkdaşları həmin şəxsin saxta profillə əxlaqa zidd hərəkətlərini müəyyən edib. Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2 xırda xuliqanlıq, internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə maddəsinə əsasən protokol tərtib edilib və rayon məhkəməsinə göndərilib. Məmmədov deməli TikTokda Tahir Ələkbərov adlı saxta hesab yaradıb və Xəlilova ilə olan şəkilləri sosial şəbəkədə paylaşmaqla cəmiyyətə açıq hörmətsizlik ifadə olunan hərəkətlər nümayiş etdirilib və məhkəmədəki ifadəsində zərərçəkmiş şəxslə barışıq əldə etdiyini deyib, keçmiş sevgilisi də onu bağışladığını bildirib və Abşeron rayon məhkəməsinin qərarı ilə Məmmədov 500 manat məbləğində cərimə edilib.